Müğənni Lətifə aldığı bahalı hədiyyələrlə diqqət çəkib. Publika az xəbər verir ki, sənətçi ona təqdim olunan lüks aksesuarları sosial şəbəkə izləyiciləri ilə bölüşüb. Paylaşımda onun dünyaca məşhur Giorgio Armani brendinə məxsus gün eynəyi və Ferragamo markasından olan çantası yer alıb. Məlumata görə eynəyin qiyməti təxminən 710 manat, çantanın dəyəri isə 4125 manat civarındadır. Sənətçinin paylaşımı qısa zamanda sosial mediada maraq doğurub. İzləyicilər lüks hədiyyələrlə bağlı müxtəlif fikirlər səsləndirərək mövzunu müzakirəyə çeviriblər. Ардуса, она не просто шикарная, конечно. Смотри, тут такая красота. Потом Байрам Заманы. Так, ну я вот так. Сейчас я вам покажу с полный рост. Какая клевая. Вот так вот, ребята, это мой лучок на сегодняшний день. Такой спортивненький, более. Итак, как вам? Вот сейчас еду на кофе. Это мой лук. Поехать на кофе, на встречу, потому что потом очень много дел. Вот. Но первое, что мы должны сделать, это поехать сегодня utrом, решить praktiski nесколько dil bir neçə işləri bir arada görməyə çalışacağıq. Bax beləcə ki, həm onlayn görüşlərimiz var, digər toplantılarımız da var. Bu gün sonuca varacağımız işlər var. Daha sonra neyse akşama gün belə bir görüşlü bir günlər olacaq.